Hamı düşür görsən onun məzlumun üstünə. Hər kəs, "Avala sən niyə toya getmirsən? Sən də qoşuldun falan kəslərə, sən də Vəhhab oldun." Birinci Vəhhabidən başlayırlar, sonra gəlirlər bu tərəfə. Nələr? Daha buna vurulmayan damğa qalmır. Allaha and olsun, bunlar qəribdilər o qohum əqrabanın içində. Bunlar o şəhərində, məmləkətində qəribdilər. Hər kəs yaxşı məsləhət verir, amma düşünmür, bunu cəhənnəmə gedən yolda bu tələsdirir. Bunu cəhənnəmə aparır bu. Necə olur bax, bir dənə valideynin övladın ən bax elementar bir yerini əli kəsilsin, ayağı kəsilsin. Məsələn də elementar bir yerindən əziyyət çəksin övlad, valideynin ürəyi ağrıyır buna. Necə razı olur o valideyn ki, onun gözü qabağında övladın cəhənnəmdə yandırılır? Necə razı olar o qohum əqraba ki, sənə mənə cəhənnəm canı yanır, sənə mənə məhəbbəti var, amma bizi cəhənnəmə gedən yola dəvət edir. Baxın görürsünüz, bunlar başa düşməməzlik. İndi bəziləri elə düşünür ki, məsələn, güya canı yanır, istəmir uşaq pis yollara getsin, amma fikirləşmir, bu uşağı qərib edib.